ən yaxşı mübarizə maarifləndirmədir və həmçinin də ilahiyyatçıların və dinimizin missiyası olan orta yolluluq üzərində olan din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar insanları maarifləndirməlidirlər. Radikallığın tarixindən, elə İslamda olan tarixindən, xəvarizlərin fikirləri, təhlükəsi, cəmiyyətə aşıladıqları, yəni zərər verici təbliğatı insanlara bildirməlidirlər. Bunun tarixində də çox mühüm faydalar var. Necə çıxdılar, hansı şüarlarla çıxdılar. Xəvarizlər, məsələn, Nəhravan döyüşü Hicrətin 37-ci ilində İslam xəlifəsi Əli ibn Əbi Talibə qarşı olan mübarizə, onunla vuruşmaları və s. Bütün bunları və tarixdə baş vermiş proseslər müxtəlif dövrlərdə, İslam, məsələn, Əməvilərin dönəmində, Abbasilərin dönəmində, bundan sonra hətta Osmanlıların dönəmində, Məmlukilərin dönəmində hansı xəvarizlər üsyanları olub, hansı fikirlərlə ortaya çıxıblar, bunun tarixi aspektdən incələnməsi, həmçinin tarixdən olan ibrətlərin insanlara təqdim edilməsi, müxtəlif hekayələrin insanlara göstərilməsi, həmçinin onların şübhələrinə cavabların verilməsi, həmçinin önləyici tədbirlər olaraq övladlarımızın tərbiyəsinə diqqət yetirmək, onların yanlış insanlarla oturub durmasına mane olmaq, onlara düzgün dostlar tövsiyə etmək, həmçinin onlara Rəbbani tərbiyədə olan, radikallıq əleyhinə olan Quran və sünnədən, yəni İslamın iki mötəbər qaynağından olan bilgiləri sunmaq və bunun kimi bir çox metodlarla insanlarımızı həm radikallıqdan qoruyub, həm də radikallığa qarşı düzgün elmi mübarizə aparmaq mümkündür.